Salam, hər vaxtınız xeyir olsun dəyərli 102 xəbər info və inform xəbər TV izləyiciləri. Qeyd etdiyim kimi Ağcabədi rayondayıq, Salmanbəyli kəndinə qonağıyıq və burada kəndin 3 sakini, imkanlı şəxslərinin öz təşəbbüsləri hesabına yaratmış olduqları xatirə parkındayıq. İsmixan müəllim, Əli müəllim və Füzuli müəllim. Biz onlara 102 inform xəbər TV olaraq təşəkkürümüzü bildiririk və parkı ziyarət etməyi sizinlə birlikdə qərar aldıq. Dəyərli tamaşaçılarımız, qeyd etdiyim kimi Salmanbəyli kəndində Vətən müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış parkda və onların xatirəsini yaşadan həmin bu yerdəyik. Qeyd etdiyim kimi Böyük Vətən müharibəsi qəhrəmanı gördüyünüz kimi Əlağa Məmmədoğlu Bünyadovun büstü də bu parkda öz yerini tutmuşdur. 1-ci Qarabağ müharibəsi şəhidləri olan Quliyev Xaləddin Yasiroğlu və Məmmədov Əlfi Məmmədovlunun da xatirə lövhəsində şəkilləri öz yerini tutmuşdur. Bundan əlavə erməni mənfurlarının torpağımıza təcavüzü nəticəsində ayağa qalxmış, qəhrəmanlıq göstərmiş oğullarımızın şəkilləri də bu xatirə lövhəsində öz yerini tutmuşdur. Və burada bir şəhidimizi xüsusi qeyd edim, Mikayılı Samir Sabiroğlu. Şuşanın alınmasında böyük şücaət göstərmiş bu oğlumuz qələbəyə saatlar qalmış şəhadət zirvəsinə ucalır və o vaxtından əvvəl kapitan rütbəsi alsa da çox təəssüf ki, o rütbəni çox daşıya bilmir. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmancasına şəhid olur. Daha bir şəhidimiz Əlizadə Tuncay Nicadoğlu da bu parkda sakinlərin hər zaman ziyarətinə gəldiyi Qəhrəmanlar Parkında öz yerini tutmaqdadır. Nəinki şəkillərdə, nəinki mahnılarda, nəinki şeirlərdə şəhidlərimiz könüllərdə taxt qurdular, könüllərdə xatirə qurdular və o xatirə heç bir zaman silinməyəcək bir izdir. 102 xəbər info və inform xəbər TV-nin rəhbəri Azər Xudayaroğlu, müxbir Nəzakət Kəmal qızı, operator Seymur Sahiboğlu.